Salam, hər vaxtınız xeyir. Bu dəfə sizə cinlərin insan bədəninin daxil olmağından danışacağam. Məlum olduğu kimi, cinlər də bir zamanlar adi insanlar kimi gözə görükən olublar. Amma onlar Allaha qarşı çıxmaqlarına görə Yaradanın qəzəbinə gəliblər. Tüstüsüz otdan yaranan cinlər də insanlar kimi aşiq olan və nifrət bəsləyə bilirlər. Ona görə cinlər sevdiyi insanın içinə daxil olur, orada məskən salır, nifrət duyduqlarına isə tez-tez toxunur və onu haldan salırlar. Halsızlıq, təkliyə qapanma və iştahsızlıq da bu səbəbə görə yaranır. Uzun müddət yuyunmaqdan çəkinmə, hətta sudan qorxma halları belə baş verir. İbadət edənləri yolundan azdırır, onları hövsələdən çıxardır. Bəs bədənə daxil olan cini və toxunan cinləri necə kənarlaşdırmaq olar? Və əlbəttə bunun çarəsi var. Xüsusi dualar vasitəsilə cinlər qovulur və insan normal həyata qayıdır. Əziz izləyicilər, ətraflı məlumat almaq üçün şəxsiyə yazmağınızı rica edirəm. Hələlik bu qədər. Çalışın, salamat qalın.